Üçbucağın deyir uzunluğu A-dır, tərəfinə paralel orta xətti də B-dir. Biz bilirik ki, orta xətt paralel olduğu tərəfin yarısıdır. Yəni, misal üçün, bura B-dirsə, bura 2B-dir. İndi, A plus B 15-dirsə, yəni 2B üstə gəl, B 15 düşür. B nə olur? 3B. O da 15-dirsə, B də düşür. Burada 5. Yəni, B 5 olur. 2B də olur. Burada 10. Yəni, A-nı tapırıq 10. Üçbucağın orta xətti paralel olduğu tərəfin yarısıdır. Belə. Ümumiyyətlə, burada da bir dənə belə bir qayda deyək. Əgər ki, sən bir dənə üçbucağın perimetrini götürübsən, ondan orta xəttlər ayırsan, bir dənə başqa bir üçbucaq düzəltsən, həmin o balaca üçbucağın perimetri böyük üçbucağın perimetrinin yarısı olur. Yəni, birbaşa baxsan, 6-7-nin yarısı. Elə bil 3, 35 düşür. Amma səbəb budur ki, misal üçün, çəkirsən üçbucağı burada, baxırsan, görürsən ki, belə yazaq da. Misal üçün, bura A-dırsa, bura nə olur? 2A. Bura B-dirsə, bura nə olur? 2B düşür. Burada, misal üçün, C-dirsə, burada 2C düşür. Biraz pis yazım. 2C düşür. Görsən, böyük üçbucağın perimetri 2A, 2B, 2C-dir. Amma kiçik A, B, C-dir. Şimdi çatdı. Lap bunu belə də birləşdirsən, yəni, misal üçün, bura 2C-dirsə, C, C, bura A, A, burada B, B düşür. Hansı üçbucağa baxırsansa bax, hamısında nə olur? Fikir ver. Hamısı böyük üçbucağın perimetrinin yarısına bərabər olur. Ona görə də həmişə perimetrin yarısı olur. Kiçik üçbucaq. Oldu? Getdi, bu da bayaqçı sualdandır. 4. Deyir, təpələri verilmiş körbucaqlı üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın iti bucaqlarının sayını tapın. Bir dənə bir şey qeyd edeyim, bax bu gözəl bir şeydir. Tutaq ki, sən bir dənə üçbucaqdan orta nöqtələrindən başqa bir dənə üçbucaq düzəltdin. Həmin üçbucaqla bu üçbucaq bir-birlərinin oxşarı üçbucaqlar sayılır. Nəyə görə? Çünki, misal üçün, bunun tərəfi A-dır, misal üçün, onun tərəfi də 2A-dır. Baxın, orta nöqtələri birləşdirirsən, tərəfin yarısı alınmır, bayaq dediyim kimi. Eyni fiqur alınır. Sadəcə olaraq tərəflərdə nə qədər fərq var? 2 dəfə fərq var. Yəni, misal üçün, bura A-dırsa, bura nə olur? 2A olur. Bura, misal üçün, B-dirsə, dediyim kimi, burada nə olur? 2B olur. Bura C-dirsə, bura 2C olur. Yəni, paralel olduğu tərəfin yarısı olur. Əgər bütün tərəflərin nisbəti 2 dəfə artıbsa, onda deməli bunlar oxşar fiqurdur. Oxşar olduğu üçün bucaqlar nə olur? İkisində də eyni olmağa məcburdur. Yəni, böyük bucaqda əgər bir dənə kör bucaq varsa, məntiqlə belə deyirik ki, əgər bura kör bucaqdırsa, məcburən bu ikisi nə olur? İti bucaq qalır. Çünki belə deyək də, kör bucaq tutaq ki, 150 götürdün, o ikisinə məcbur 30 qalır da, indi 20 10-da ola bilər, 15 15 də ola bilər və s. Məcbur iti qalır. Burada misal üçün, bu kördürsə, bunun qarşısı da nədir? Kördür. Bu ikisi də nə qalır? Məcburən. İti qalır. Oxşar fiqurlarda bucaqlar tam olaraq eyni olurdu. Orada da 2 dənə burada varsa, 2 dənə də orada var. Yəni, demək istədiyim odur. Üçbucağın orta xətti paralel olduğu tərəfdən 5.4 kiçikdir. Deyir ki, bu tərəflə orta xəttin uzunluqları cəmi. Üçbucağın tutaq ki, orta xəttini yazın A. Ya da bura yazaq B, bura yazaq 2B olsun, fərqi yoxdur. Hə. İndi bu tərəf, yəni 2B, B-dən 5.4 böyük sayılır da onda. Düzdürmü? 5.4 böyükdür. Onda B nə düşür burada? B düşür, elə bil ki, elə 5.4-ün özü. Bu 5.4 olur, bu da 2 vur 5.4, yəni 10.8 düşür. Bunların da cəmini istəyir səndən. 16.2 olur. Oldu. Belə. 8. Bərabər yanlı üçbucağın yan tərəfinə paralel orta xətti 4-dür. Yan tərəfinə paralel. Orta xətt 4-dür. Bura 4-dürsə, bura 8-dir.
bərabər yanlı olduğu üçün ora 8 isə elə bil burada 8 qalır. Perimetrdə 20 isə 8, 8, 16. Burada 4 qalır ki, hamısı bir yerdə 20 versin. Oturacaq 4. Oldu? Belə. Eyni sualdır. 10 suala baxaq orada. Deyir, üçbucağın iki tərəfi A və B-dir. Üçüncü tərəfin ortasından verilmiş tərəflərə paralel xəttlər çəkilir. Bax, bir dənə üçbucağı çəkirik burada. Üçbucağı çəkəndən sonra iki tərəfi A və B-dir, deyir. Üçüncü tərəfin ortasından, qoy bunu belə çəkək. A yazaq bura, B yazaq bura. Üçüncü tərəfin ortasından bunlara paralel xəttlər çəkilibsə, nə deyir bizə? Alınan dördbucaqlının perimetri. Alınan dördbucaqlı o xəttlər paralel çəkildiyi üçün nə olur? Paraleloqram olur. Düzdürmü? Olur paraleloqram. Paraleloqramda da qarşı tərəflər nədir? Bərabərdirlər onsuz da. Düzdür? Biz onu necə qəbul edə bilərik? Üçüncü tərəfin ortasından çəkildiyi üçün və bu tərəfə paralel çəkildiyi üçün elə bil bunlar orta xəttlər sayılır. Orta xəttdə olduğu üçün, yəni bura B-nin yarısı, burada B-nin yarısı qalır. Bura A-nın yarısı, burada A-nın yarısı qalır. Burada paraleloqram fiqur olduğu üçün A bölgü buradırsa, A bölgü də buradır. B bölgü oradırsa, B bölgü də buradır. Perimetr deyəndə 2 vurulsun A bölü 2, üstə gəl B bölü 2 olur. 2-yə də vuranda A plus B qalır. Elə bil məxrəzdəki 2-lər 2-yə vuranda gedir. Oldu. Üçbucağın, baxaq. Üçbucağın tərəfləri nisbəti 3, 4, 6 kimidir. Tərəfləri bu üçbucağın orta xəttləri olan ikinci üçbucağın perimetri 5.2-dir. Deyir, birinci üçbucağın böyük tərəfini tap. İndi bunların bir dənə üçbucaq çəkək, tərəfləri 3, 4, 6 nisbətində olsun. İndi deyir, bunun orta xəttləri ilə olan ikinci bir dənə üçbucaq var. Yəni, onu bura çəkməyəcəm. Burası belə göstərirəm elə-belə. Orta xəttlərindən əmələ gələn üçbucağın perimetri 5.2-dirsə, bunun özünün perimetri nə olur? Olur onun 2 qatı da. 10.4 olur. Yəni, onun 2 qatı olur. Bir daha deyirəm. Orta xəttlərindən əmələ gələn kiçik üçbucağın perimetri bu 5.2-dirsə, o, böyüyün də perimetri 10.4 olur. Onun 2 qatı olur. K, nə olur burada? 10.4'ü bölüyor 13'e. Bu da 0.8. Oldu belə. Üçbucağın böyük tərəfini tapın. Üçbucağın böyük tərəfi 6K'dır. 6 vur 0.8 olur. 4.8. Belə. Böyük tərəf sor. Parça düz xətti kəsir və onun ucları düz xətdən 6 və 10 məsafədədir. Parçanın orta nöqtəsi düz xətdən hansı məsafədədir? Bu sualı fəzada yazırdıq biz daha çox. Deyir, parça düz xətti kəsir. Bir dənə parçadır. Düz xətti buradan bir dənə belə çəkdim. Parça da düz xətti kəsəndə parça tutaq ki, AB parçası olsun da belə. AB parçası gəldi. Bu, misal üçün, A düz xəttini kəsdi. Onun ucları düz xətdən 6 və 10 məsafədədir. Bu, buradan 6 məsafədədir. Bu da buradan 10 məsafədədir. Sən deyir ki, bəs bunların parçanın orta nöqtəsi hansı məsafədədir buradan? Biz bunu tapanda həmişə, yadınızdadırsa əgər fəzada böyükdən kiçik çıxıb yarıya bölürdük. Və yaxud da ki, əgər ki, misal üçün, belədirsə, məntiqi çatmırsa, belə eləmək olar, bax. Ora 6-dırsa, bu yanda 6 deyil. Elə bil 16-nı yarıya bölsən 8 qalır. O 8 ara düşür, gəl elə bil bura düşür də. Düzümü? Ya belə deyək də, 6-ın üstə 2 gəlməlisən. Hətta buradan belə məntiqlə götürün. Yəni 8 bu yanda, 8 də bundan aşağıdır da. Düz ortadan keçib axı. Buradan görsən ki, buranın ölçüsü 2-dir.
Fikirləşirsən ki, o 8-dən ya 6 çıxıb 2 tapmalıyam, ya da 10-dan 8 çıxıb 2 tapmalıyam. Fərqi yoxdur. Yəni, belə tapa bilərsin. Amma qısa variantı budur. Fəzada bu sual çox işləmişik. Parça müstəvini kəsir söhbəti var idi. Bax, həmin sualdır. Buna baxaq. Deməli, burada cavabları götürmürəm, yer qalsın. Oradan siz baxıb deyirsiniz. Orada nə deyir? ABC-də 90 verib, MN BC-yə paraleldir. Aha. Və deyir ki, AN X-i Y-lə ifadə edin, yox, Y-i X-lə ifadə edin. Bax, bu xətt, bura paraleldirsə və yarısıdırsa, deməli o nədir? Orta xəttdir. Orta xətt paralel olduğu tərəfin yarısıydı. Onda orta xəttdə olduğu üçün bura X isə burada avtomatik X düşür. Bura Y isə avtomatik burada Y düşür. Onda Pifaqor teoreminə görə katetin kvadratı, yəni BC-nin kvadratı 4-ün kvadratı. Bura 2x-in kvadratı bərabər nəyə? 2y-in mötərizə kvadratına olur. Olur 16 üstə gəl 4x kvadratı bərabər 4y-in kvadratı. Hər tərəf 4-ə bölsən, deməli 4x kvadratı və y kvadratı. Kök alta salanda da 4 plus x-in kvadratı bərabərdir y-ə. Yəni bizdən elə bunu soruşur. Cavabda var da yəqin ki bu. Bildiniz? Bir də 14-ə baxaq. Bizə nə deyir? Deyir, ABC uzağında AB BC-yə perpendikulyardır. AB BC, düz uzaqlı üç uzaq yaradır. AT BM-ə perpendikulyardır. AT BM-ə gördüm. Sonra nə deyir? AT tənböləndir. BT 3 verilib. ST-də 5 verilib. Qalan şeyləri də biz özümüz tapmalıyıq. AM-i tapmalıyıq biz əsas burada. Bir də buranı tənbölən verib də bizə. Eləmi? İndi burada nə eləyə bilərik ki, ona baxaq. Bir də orada nəsə vermişdi bizə başqa. AT ilə BM perpendikulyardır. Yox, başqa heç nə verməyib burada. Belə bir şey demək olar. Bura 90-dırsa, avtomatik buradakı hamısı 90-dır da. Bunu bir dənə qeyd edək bura. Bu tənbölən nə eləyə bilər? Burada tənbölən bir dənə qaydası var idi da bizə. Qırağa qeyd edeyim. Çarpaz vuranda buradan bir dənə belə bir xətt çəkdik. Alifada tutaq ki, bura A, bura B, bura C, bura D olanda nə olurdu? A vur C olurdu, B vur D-yə bərabər. Düzdür? İndi bura baxırıq. Tənbölən buradan bu xətti ayırıbsa əgər 5 vur 3K 3 vur 5K-nı vermir. Məntiqlə. Belə bir şey yaranır da. Bir daha deyirəm, oradan bir dənə rənglə göstərim sizə. Bax. 3K vur 5, 15K. 3 vur 5K da yenə 15K. Yəni bərabər olması üçün o tənbölən qaydasının buradakını keçmək üçün bu baş verməlidir. İndi orada onsa görürük ki, Pifaqora görə ora nə düşür? Bu 3K, bu 5K, bura qalır 4K Pifaqor üstüyü. 3, 4, 5 üst uzaqda, bildiniz? 4K o yanda 8-dir. 4K 8 isə, bir dəqiqə, K nə olur? 2. K da 2-dirsə, bura 6, burada 10 düşür. Bura qədər aydındır mı? İndi bizdə nə qaldı? Bir dənə bu üst uzağı təzədən bu yana çəkeyim. Gözümüz yaxşı görsün. AM. Siz baxın o suala görün orada necə tapmaq olar. Mən şəkli çəkim. Sonra nə alacaq orada? Bura 3. Bura 6. Bura 5. Bir də nə var idi burada? Yadımdan çıxdı. Aşağıda 10 verilib, hə?
Aşağıda 10 verilib. Bizə hansı hissə lazımdır? AM lazımdır, bura lazımdır. Burada bir dənə tən bölən də düz deyirsən, yadımdan çıxmamış. Bunu da qoyun bura. Alfa, alfa. Bu oranın tən böləndirsə, buranın da tən böləndir. Düzdürmü? Bir dəqiqə fikirləşək bir dənə. Şərtlərə bir də baxın. Tən böləndir. Başqa da bir şey yoxdur. Bura 10 çıx x-dir. Bax, buradan h-ı tapmaq olar əslində. Bax, bu hissədən. Mənim ağlıma bir şey gəldi. Çox bəsit bir şey gəldi. Üzr istəyirəm. Bir dənə bunu deyim. Bax. Bura 90-dır. Bura 2 alfadır. Yox, düz gəlmədi. Başımı buraxın. Hə. Buradan h-ı tapaq. Mən nə fikirləşmişdim? Fikirləşmişdim ki, bura 2 alfadır. Bura nə bilim, nəsə alfa. Bucaqla işləmək. O da nəsə düz gəlmiş. Belə yazaq. 1 böl h-ın kvadratı bərabərdir. 1 böl 6-nın kvadratı üstə gəl. 1 böl 3-ün kvadratı düşmür. O 1 böl 36 üstə gəl. 1 böl 9. Nə qədər edir bu? Buranı vurarsan 9-a, buranı vurarsan 36-ya. Yuxarı nə düşür? Düşəcək 45 bölək 36 vur 9. Sadəcə bir məsələ də var ki, oranı tapandan sonra məsələ yenə uzanır. Bir dəfə də baxın buna. Nəsə bir qısa yol olmalıdır burada. AT-nin uzunluğunu tapa bilərik. AT-nin uzunluğunu tapa bilərik. Hə, çox asan imiş. 5 saat oturub fikirləşirik. Bura baxın. Bu üçbucağa diqqət edin bir dənə. Gözünü sizə göstərim ora. Cavab 6-dır. Çox sadə. Hə. Fikir verin burada üçbucağa. Üçbucaqda bu həm nədir? Tən böləndir, həm də nədir? Həm də ündürlükdür. Demək bu bərabər yanlıdır da ən azından. Yəni bura 6-dırsa burada nədir? 6 qutardır. Bir daha deyirəm, bax o çox sadə bir şeymiş. 5 saat burada fikirləşirik. Bax, burada bu üçbucağı görürsünüz. Həm tən böləndir, həm bucağı yarıya bölüb, həm də ki görsən, burada 90 dərəcə yaradıb. Həm də ündürlükdür. Həm tən bölən, həm ündürlük olduğu üçün demək bu bərabər yanlıdır. Yəni bura 6-dırsa, avtomatik burada 6 qalır. Oldu? Hə, bir balaca. Prosto şəkil çox qarışıqdır deyə adam biraz gözü geziyor. Aydın oldu. Bu bölmə qutardı.